Türk Soru Bankasından atış hərəkətləri, düşey atış modul 1 test 20-nin həllinə baxırıq. Sürtünmələrin önəmsənmədiyi ortamda bir cisim yerdən yuxarı 50 metr bölü saniyə böyüklüyündə sürətlə atılır. Cismin təpə nöqtəsinə çıxış sürəsi, yəni qalxma müddətini bizdən soruşur. Qalxma müddəti də necə tapılır? Cismin sürətin J səbət düşmə tərzinə bölürük. 50 bölünsün 10 eləyəcək 5 saniyə. Yəni 5 saniyə cisim yuxarıya doğru atılıb. Sürtünməsiz ortamda bir cisim yerdən yuxarı doğru 40 metr bölünsün saniyə sürətlə atılıb. Cisim atıldıqdan neçə saniyə sonra yerə düşəcək. Deməli cisim hansı müddətdə yuxarı qalxırsa, yəni qalxma müddəti nə qədərsə, düşmə müddəti o qədər olur. Yəni qalxma müddəti düşmə müddətinə bərabər olur. Deməli neçə saniyə sonra yerə düşəcək? T uçuş isə T qalxma ilə T düşmənin cəminə bərabərdir. Bunlar da ikisi bir-birinə bərabər olduğuna görə elə ki T qalxma yaza bilərəm də T uçuşa. Onda necə yazacağam? 2 vurulsun T uçuşun T qalxmanın da qiymətini yuxarıda yazmışam. V0 bölünsün J. Yəni 2 V0 bölü J mənim uçuş müddətimin düsturu olur. 2 vurulsun 40 bölünsün 10. Cavab eləyəcək 8 D variantı. Sürtünmələrin ihmal edildiyi bir ortamda bir cisim 70 metr bölü saniyə hızla yuxarı doğru atılır. 4-cü saniyədə cismin hızının böyüklüyü nə qədər olacaq? Cisim əgər yuxarıya doğru atılırsa yavaş-yavaş hərəkət edir. Onda sürət V bərabərdir V0 minus JT şəklində olacaq. Çünki cisim sürət yuxarıdır, J aşağıdır. Bir-birinə əks istiqamətdə yönəldiklərinə görə yavaş-yavaş hərəkət edir. Baxaq. Başlanğıc sürətim 70, J 10, zamanda 4. 70-dən çıxıram 40-ı eləyir 30 metr bölünmüş saniyə. Yəni 4-cü saniyədə onun sürəti 30 metr bölü saniyə. Sürtünmələrin önəmsənmədiyi bir ortamda X cismi 80 metr hündürlükdən sərbəst buraxıldığı anda Y cismi yerdən V0 hündürlüyündəki V0 böyüklüyündəki daha doğrusu sürətlə yuxarı doğru atılır. İki cisim eyni anda yerə düşdüyünə görə V0, yəni Y cisminin başlanğıc sürəti nə qədərdir? Gəlin baxaq. Birinci X cisminə baxaq. X cismi başlanğıc sürətsiz sərbəst şəkildə düşür. Hansı hündürlükdən? 80 metr hündürlükdən. H bərabərdir JT kvadratı bölü 2 düsturundan mən rahatlıqla onun hansı müddətdə yerə düşdüyünü tapa bilərəm. Kök altında 2H bölünsün J'dən. 2 vur 80 bölünsün 10. Kök altında 16. Oradan da çıxır 4. Deməli X cismi yerə 4 saniyədə, bax bu yerə 4 saniyədə çatır. Deməli deyir ki, Y də həmin saniyədə yerə çatır. Deməli, biz demişdik ki, T qalxma, T düşməyə bərabərdir də, düzdürmü? Deməli, bunun 2 saniyəsin, bu cisim qalxıb, 2 saniyəsin. Digər 2 saniyəsində də düşüb, düzdürmü? İndi T qalxma nəyə bərabərdir? V0 bölü J-yə. Burada mən V0-ı tapa bilərəm də, T qalxma vurulsun J, düzdürmü? Mən bildim, 2 saniyə qalxdı, J-də 10. Deməli, 2-ni 10-a vururam, tapıram 20 metr bölü saniyə başlanğıc sürətlə bu cisim atılıbdır, Y cismi atılıbdır. İkinci sualın həllinə baxaq. Sürtünmələrin önəmsənmədiyi ortamda bir cisim yerdən 80 metr sürətlə yuxarı atılır. Qalxa biləcəyi maksimal hündürlük. Deməli, müəyyən başlanğıc sürətlə atılırsa, onda qalxa biləcəyi maksimal hündürlük, bura H max yazaq. V0 kvadrat bölünsün 2J düsturundan tapılır. V0'ım 80'dir. Kvadratı olacaq 6400. 2 vurulsun 10. J'də ixtisar gedir, qalır 320 metr. 6-ya baxaq. Sürtünmələrin ihmal edildiyi bir ortamda yerdən V0 hızla yuxarı fırlatılan bir cismin çıxa bildiyi maksimal hündürlük 180 metrdir. İlk hızın böyüklüyü, baxın, elə yuxarıda yazdığım düsturla həll edirik. V0 kvadrat bölü 2J. V0 tapanda nə edirəm? 2J H maksimal. Kök altında. Düzdürmü? Yəni verilənləri qoyaq yerinə. 2 vurulsun 10 vurulsun 180. Buradan da çıxır 60 olur A variantı. 7-yə baxaq. Sürtünmələrin önəmsənmədiyi bir ortamda bir cisim yerdən 50 metr bölü saniyə hızla doğru atılır. Atıldıqdan 2 saniyə sonra cisim yerdən hansı hündürlükdə olacaq? Baxın, başlanğıc sürəti verib 50. 2 saniyə sonra sürət nəyə bərabər olacaq? V bərabərdir V0 minus JT. 50 çıxılsın 10 vurulsun 2 20. Deməli, 2-ci saniyədə sürətin azaldacaq. Yuxarı doğru hərəkət edirik. V ilə J əks istiqamətdə olduğuna görə azalır. Onda mən H-ımı necə tapacağam? Getsə yavaşlayırsa yavaşlayan sürət olar. Ancaq V0 kvadratından V-ni çıxacağam. Böləcəm 2J-yə. V0-ım nə qədərdir? 50 kvadratı 2500.
V-də 30 kvadratı olacaq 900 bölünsün 2 vurulsun 10. Yuxarı olacaq 1600 bölünsün 20, ixtisar gedir qalır 80 metr bölünsün saniyə B variantı olacaq. Sürtünməsiz ortamda bir cisim yerdən 60 metr bölü saniyə hızla yuxarı doğru atılır. Müalicə cisim 13 saniyədəki yerdən yüksəkliyi nə qədərdir? Baxaq, birinci görək bu maksimal qalxma hündürlüyünə nə vaxt? Yəni hansı vaxtda çatacaq da maksimal qalxma hündürlüyünə? Onda V0-ı J-yə böləcəm. Yəni 60-ı 10-a böləcəm, tapacam 6. Deməli cisim yuxarı qalxır, baxın maksimal qalxma hündürlüyünə 6 saniyədə çatacaq, düzdürmü? Mənə deyir 13 saniyə. Yerə nə qədər qalır? 4 saniyə. Bu 4 saniyədə hardasa bu məsələn tutaq, qəbul edək ki, bax bu hündürlükdə olacaq. İndi gəldi, son sürət oldu 0, dayandı. Artıq buradan aşağı sərbəst düşmə hərəkəti icra edəcək. Düzdürmü? Onda da nə edirik? Gəlin birinci h maksimalımızı tapaq. V0 kvadratı bölünsün 2J düsturu ilə. 3600 bölünsün 20. Olacaq 180. Deməli, maksimal 180 metrdir. 180 metr. Aha. İndi görək, qalan bu 4 saniyədə nə qədər düşəcək? Sərbəst düşmə hərəkət eləyəcək. Ən yaxşı metodumuz budur. 5, 15, 25 və 35. 4 saniyə. Görək, bunların cəmi bizə nəyi verir? 20-ni, 45, 80. Deməli, bax, bu hündürlük olacaq 80. Aha, axı yerdən maksimalda 180-dır. Deməli, bax, bu hündürlük nə qədər olacaq? 180-dan 80 çıxıram, qalır 100. Yəni, yerdən 100 metr hündürlükdə olacaq. Baxın. Bir də başa salın. Baxın, deyir, yerdən 60 metr hızla atılır. Birinci, mən bunu tek qalxmasını tapdım. V0 bölünsün J-dən. Tapdım ki, 6 saniyə maksimal qalxma hündürlüyünə çatır. Bəs maksimal qalxma hündürlüyünə qədərdir. Onu da V0 kvadrat bölü 2J-dən tapdım ki, 180 metr hündürlüyə qalxır. Aha. Sonra mənə 10-cu saniyə dediyinə görə bu 6 saniyə qalxdı hündürlüyə. Qalan 4 saniyəni o sərbəst düşmə hərəkəti icra edəcək. Onu da ki 5, 15, 25, 35 metodu ilə, yəni cisim sərbəst düşürsə, yuxarıdan məsələn müəyyən hündürlükdən sərbəst düşürsə 5, 15, 25, 35, 45 qaydası ilə düşür də. İndi mən tapdım ki 4 saniyədə 5, 15, 80 metr düşür. Yuxarıdan 80 metr düşür. Bəs yerdən hansı hündürlükdədir? O da 180-dan çıxdım, 80 qaldı 100. Cavab oldu C variantı. Baxaq 9-a. H hündürlüyündən 60 metr böl saniyə hızla yuxarı doğru atılan cisim yerə 80 metr böl saniyə hızla çarpır. Sürtünmələr öləmsənmədiyinə görə H neçə metrdir? Baxın. Deməli, bu cisim müəyyən hündürlükdən atılır. Baxın, belə 60 metr böl saniyə sürətlə yuxarı, düzdürmü? İndi gəlin, baxaq. Görək, maksimal qalxma hündürlüyünə nə qədər vaxta çatacaq? Bunun üçün də nə edirik? Yenə tek qalxmanın düsturunu yazırıq. Tek qalxma nəyə bərabərdir? V0 böl J-yə. 60 bölünsün 10, 6. Oldu 6 saniyə. Deməli, bu maksimal qalxma hündürlüyünə bax, bura 6 saniyədə çatacaq. Gəlir bura, sürət olur nə qədər? 0. Son sürətim olur 0. İndi deyir, yerə 80 metr böl saniyə sürətlə dəyir. Düzdürmü? Görək, onda neçə saniyə yerə düşəcək? Yerə düşəcək V bərabərdir JT-dən yerə 80 ilə dəyir. J-də 10. 8 saniyədə, baxın, bura yerə 8 saniyədə gəlir, düzdürmü? İndi deyir ki, bax, bu hündürlüyü tap. Bax, bu hündürlüyü tap. Baxın, cisim bu təpə nöqtədən aşağıya sərbəst düşmə hərəkəti icra edəcəkdir. Onda H bərabərdir JT kvadratı bölünsün 2 düsturundan. Gəlin, biz bütöv bax, bu məsafəni tapaq. H maksimalı tapaq. Onda nə olacaq? 10 vurulsun 8-in kvadratı 64 bölünsün 2. Olacaq 320 metr. Baxın, bu yüksəklik 320 metrdir. Mənə də bax, bu H lazımdır da, bax, bu H lazımdır. Deməli, mən 320-ni bilirəm. Bir də cisim buradan 60 metr böl saniyə sürətlə dedi axı, qalxır, gəlir bax bura. Mən bu məsafəni də tapmalıyam ki,
ümumi h maksimaldan çıxıb h-ı tapım. Bunun üçün də nə edirəm? H bərabərdir V0 kvadrat bölünsün 2J düsturundan. Baxın, bu məsafəni tapıram. Gəlin bura nə deyək? Müəyyən H1 deyək. H1-i tapım. 60-ın kvadratı 3600 bölünsün 20. Cavab eləyəcək 180. Mənim bax bu H1 məsafəm olur 180. Yəni cisim 60 metr bölü saniyə sürətlə qalxır. Bax bura nə qədər hündürlüyə? 180 metr yüksəkliyə qalxır. Aha 320 180. Bu 320-dən 180-ı çıxıram, qalır 140. Deməli, bax bu hündürlük 140 metrdir. Bu məsələnin həllinə baxaq. Sürtünmələrin önəmsənmədiyi bir ortamda 30 metr bölü saniyə hızla yuxarı doğru atılan bir cisim yerdəki yörüngəyi izləyərək yerə 40 metr bölü saniyə sürətlə dəyir. Məndən H1 və H2 yüksəkliklərinin nisbətini soruşur. Baxın, cisim 30 metr bölü saniyə sürətlə atılır, düzdürmü? Deməli, nə qədər vaxtda qalxır birinci o hündürlüyə? Gəlin ona baxaq. Bunun üçün də T qalxmanın düsturundan istifadə edəcəm. T qalxma nəyə bərabərdir? V0 bölünsün J-yə. Yəni 30 bölünsün 10 eləyəcək 3. Deməli, cisim, baxın, bu hündürlüyə 3 saniyə gəlir. Yəni 3 saniyə gəlir bu hündürlüyə. 3 saniyədə gələcək yenə əvvəlki vəziyyətinə qayıdacaq. 3 saniyədə bura sərf eləyir. Aha. İndi yerə də 40 metr bölü saniyə sürətlə dəyir. Bu cisim yuxarıya qalxır maksimal hündürlüyə. Sürət olur 0. Yerə də 40 metr bölü saniyə sürətlə dəyir. İndi görək ümumi nə qədər vaxt sərf eləyir, gəlir yerə dəyir. Bunun üçün də V bərabərdir JT düsturundan istifadə edirəm. JT qalxma. T qalxma nəyə bərabərdir? V bölünsün J, 40 bölünsün 10, 4. 4 saniyə vaxt sərf edir ümumi yerə dəyməyə. Baxın, bunun 3 saniyəsi bax bu H1 hündürlüyündə düşür. 1 saniyəsində də bax bu H2 hündürlüyündə düşür. Deməli, cisim maksimal hündürlüyə qalxdı. Artıq sürət olur 0. Artıq cisim yerə düşür, sərbəst düşmə hərəkəti icra edir. Sərbəst düşmədə də belə qaydamız var. 5, 15, 25, 35, ümumi 4 saniyə vaxt sərf edir. 5, 15, 25, 35. Deməli, 3 saniyəsinin bu H1-də gedir. 1, bunlar hamısı 1 saniyədirlər. Olacaq 25-ə qədər. Yəni 5, 15, 25 olacaq 45. Bunların üçünün cəmi. Digər 1 saniyədə də isə 35 metr yol gedəcək. Ondan məndən nisbət soruşursa H1-im 45, H2-im 35. 5'ləri aparıram, qalır 7-də 9 olur D variantı.